Hər birinizi yeni bir videodan salamlayıram. Bu videoda da çox maraqlı və lazımlı bir proqram haqqında məlumat vermək istəyirəm. Az bilinən bir proqramdır və çox sahələrdə istifadə oluna bilər. Ona görə də kanala abunə olun, bildirişləri də mütləq açın. Biz isə keçirik videoya. Haqqında danışmaq istədiyim proqram Yodek adlanır. Bununla tanışdığım necə oldu? Əslində bu daha vacib məqsədlər üçün istifadə olunan bir vasitədir, bir platformadır. Ancaq mənim bundan tanışdığım bir əyləncə vasitəsi axtararkən oldu. Belə ki, baxın burada belə bir AliExpress-də axtarış edərkən belə bir Smart Screen deyilən Android monitor qarşıma çıxdı. Bunu əksər videolarda görmüşdüm və çox maraqlı gəlmişdi bu cihaz mənə. Stol üzərinə hər hansı bir dizayn elementi olaraq qoyulur və kompüterin məlumatlarını göstərə bilər. Baxın, burada şəkildə də göstərilib. Hava məlumatları göstərilə bilər və digər lazımlı məlumatları ekrana vermək üçün istifadə olunur. Qiyməti çatdırılma ilə bir yerdə 100 manat idi. Və keçdim daha münasib qiymətə axtardım və belə bir kristal kub şəklində Geek Magic adlanan bir cihaz. Bu isə 50 manat, onun yarısı qədər. Baxın, belə bir saat, tarix, hava məlumatı göstərən bir interaktiv lövhə, belə deyək. Və bundan sonra fikirləşdim ki, bəlkə bunu Android-də eləyə biləcəyimiz bir vasitə var və düz fikirləşdim. Sən demə varmış və beləliklə biz gəldik, Yodeki tapdıq. Onu qeyd edeyim ki, yəqin ki, bir çox platformalar bu xidməti göstərir. Ancaq biz həmişə lazım olanın və pulsuzun axtarırıq, münasib qiymət olanın axtarırıq. Bu ikinci dediyim vacib, baxın burada dəyişən animasiyalı da bizə göstərir. Buradan da sizə aydın ola bilər. Bildiyimiz hər hansı bir məkanınız varsa, hər hansı bir ofis, restoranlarda, kafelərdə, mağazalarda, məktəblərdə belə istifadə oluna bilər. Daha çox elektronika mağazalarında yəqin ki, görmüsünüz. Mağazaya daxil olanda televizorda həmin mağazanın kampaniyaları haqqında məlumatlar dəyişir. Video formatında olur əksər vaxtlar o. Məlumatlar, kampaniyalar haqqında görürsünüz bütün monitorlarda eyni vaxtda, bəzən eyni, bəzən fərqli məlumatlar görürsünüz. Bu, mən gördüyüm qədərilə bu adətən video formatında olur. Hazırlayırlar bir dəfə və monitora verirlər, təkrara qoyurlar və bitdikcə təkrar yenidən başlayır, bitdikcə yenidən başlayır. Ancaq Yodekdə bu daha professional səviyyəyə gətirilib, çatdırılıb. Tək video formatında deyil. PowerPoint, şəkil, animasiya, Word formatında, hətta Excel fayllarını belə biz bura əlavə eləyə bilərik. Üstəlik bir neçə formatı qarışdırıb bir playlist hazırlaya bilərik və bu qoyduğumuz vaxtda, qoyduğumuz monitorda hərəkət eləyə bilər. Ən böyük üstünlüyü bir monitorda tamamilə ödənişsizdir. Bütün funksiyaları bir monitora bağlayacaqsınızsa ödənişsizdir. İkinci monitora əlavə edirsinizsə artıq hər hansı bir paketin alıb ödənişli istifadə edə bilərsiniz. Əgər kiçik bir məkanınız varsa, bir monitor sizə bəs eləyəcək. Monitor demişkən, bu Android TV-də ola bilər. Ucuz qiymətə, münasib qiymətə alıb bu iş üçün istifadə edə bilərsiniz. Telefon, köhnə model bir planşet, fərq etməz. Android dəstəkləyən istənilən bir cihaz ola bilər. Başqa üsullar da var qoşulmaq üçün, ancaq mən Android üzərindən izah edəcəm sizə. Android 5 və üzəri, yəni ən köhnə Android versiyası belə bunu dəstəkləyir. Köhnə bir planşet varsa o daha yaxşı, yoxdursa mən də telefon üzərindən izah edəcəm, bir yerdə baxacağıq. Giriş eləyirəm burada. Qeydiyyat çox sadədir, qeydiyyata vaxt itirmək istəmirəm. Google hesabınızda və yaxud Microsoft hesabınızda giriş eləyə bilərsiniz. Gəlin Play Store-dan da eyni adlı əlavəni yükləyək. Bu şəkildə yazılır. Yodek. Android versiyasının linkini və Windows üçün web versiyanın linkini videonun açıqlama hissəsinə yerləşdirəcəm. Oradan keçid edə bilərsiniz. Giriş etmişik. Mənim hesabımdır.
Gəlirik burada dashboard hissəsinə. Burada bizə lazım olan məlumatlar, bizim abunəliyimiz, baxın, pulsuz plan yazılıb burada, bir lisenziya. İkincisi üçün artıq gördüyünüz buradakı paketlərdən birini seçməliyik. Bizə vacib olan, ən vacib media, apps və playlist bu bölmələrdir. Baxın, bir izah edirəm. Deməli, all media, bütün medialarımız nə əlavə eləmişiksə buradadır. İndi birazdan əlavə eləyəcəyik. Image bölməsində şəkil formatlı fayllarımız ekranda göstərmək üçün. Video bölməsində baxın, add video seçsək, vacib olan YouTube'dan link yerləşdirə bilərik. Yükləməyimizə ehtiyac yoxdur. Birbaşa YouTube videomuzu bura çıxara bilərik və digər gördüyünüz prezentasiya, PowerPoint faylı, stream, canlı video göstərmək, video input burada USB üzərindən videonu bura keçirtmək və stok videolar axtarıb əlavə eləyə bilərsiniz. Image bölməsindən add image, burada faylı kompüterdən buraya yükləyirik və yaxud stok şəkillərdən axtarıb əlavə eləyirik bura. Audio hissəsindən səs əlavə eləyə bilərsiniz, səs faylı. Sənədlər bölməsində burada baxın, PDF faylı, Word faylı, prezentasiya, yəni Microsoft PowerPoint faylı və Excel faylını da buraya əlavə eləyə bilərsiniz. Ən sonunda isə web page, web səhifələr, hər hansı saytınız varsa onun linkini buraya əlavə eləyə bilərsiniz və həmin saytın ana səhifəsi və yaxud digər səhifəsini birbaşa ekrana çıxara bilərsiniz. İndi ardıcıllıqla yoxlayaq. Bunları əlavə etməmişdən öncə biz cihaz əlavə eləməliyik. Baxın, aşağıda screens yazılıb. Pulsuz istifadə edəcəyik. Cəmi bir ekran əlavə edirəm. O da gördüyünüz bu monitordur. Add screen seçirəm. Biraz əvvəl dediyim playerlər, yəni monitorlar. Bunların içərisində əlimizdə olan Androiddir. Android playeri seçirəm və əlavə et. Burada icazəni veririk. Burada bizdən kod istəyir. Bu kod hardadır? Bu kod gördüyünüz bu telefondadır. Proqramı açıram. İcazə verdim və bundan sonra artıq bu formada istifadə edəcəyik. Çevirdim. Baxın, gördüyünüz kod budur. Həmin kodu olduğu kimi bu bölməyə əlavə edirəm. Növbəti burada adın screen 1 yazıram Android telefon. Elə də qala bilər, fərqi yoxdur. Və təsdiqlədim. Uğurla əlavə edildi. Android telefon, baxın. Offline göstərir, ancaq aşağıda ayarlama gedir. Telefonda baxın. Heç bir məlumat yoxdur. Belə bir bildiriş gəldi. Və indi biz bura əlavə etməliyik. Burada göstərmək üçün məlumatlar. Deməli, öz kanalımıza gəlirəm. Burada gördüyünüz kanalın bir tanıtım videosu var. Bunu linkini kopyalayıram. Və media bölməsində video əlavə et, YouTube və YouTube videomun linkini buraya əlavə edirəm. Yüklə. Yüklənir. Ad verəcəyim buna. Trailer yazıram. Və yaddaşda saxlayıram.
treyler seçirəm. Bu ona görə seçirik ki, bir neçə video əlavə edə bilərik. Saysız hesabsız bura videolar əlavə edə bilərik. Müəyyən günlərdə müəyyən videonu göstərə bilərik və yaxud daimi göstərə bilərik. Ona görə seçib başlatmalıyıq. Videonu seçirəm, Actions bölməsinə gəlirəm, Set to Screen seçirəm. Və burada boşluğa vurduqda bizim Android telefonumuz burada göründü. Bir neçə monitor, yəni ödənişli versiya istifadə edirsinizsə, bir neçə monitor olacaqsa, hər monitora hansı ad vermisinizsə, misal üçün girişdə sağda, girişdə solda bu şəkildə adlandıra bilərsiniz. Onu seçirsiniz. Bu pulsuz olduğu üçün bir dənədir. Bunu seçəcəyik və Set to Screen. Set to Screen seçdikdən sonra Go to Screen, yəni ayarlarına gəlirik. Baxın, online'dır. Və burada bir reload var. Reboot eləyək. Axırıncı əlavə elədiyimiz video düşsün bura. Baxın, bu şəkildə bitdikdən sonra yenidən əvvələ qayıdıq. İndi isə gəlin bura bir şəkil əlavə eləyək. Yoxlamaq üçün. Baxın, şəkil də artıq əlavə olundu və bundan sonra nəyi yoxlayıram? Apps bölməsinə gəlirik. Burada maraqlı əlavələr var. Baxın, hava məlumatı. Bunu əlavə edirəm. Biraz əvvəl burada göstərdiyim sizə bu şəkildə olan bir məlumatı, hava məlumatını, burada animasiyası da var. Əvvəl animasiyasına düzə fikir verməmişdim. Bunu saxlayıram. Hava məlumatı yazıram. Baxın, hava məlumatımız artıq hazırdır.
real zamanda olan tarix, saat yerindədir. Bütün hava məlumatını burada bizə göstərir. Və əlavə olaraq bu apps bölməsində əlavə et seçirəm. Baxın, aşağıda görünənə qədər Instagramdan, Facebookdan, buradan xəbər lentinizi, ana səhifənizi yerləşdirə bilərsiniz. Təqvim məlumatları, QR kodlar yerləşdirə bilərsiniz. Saat və tarix yerləşdirə bilərsiniz. Baxın, saat, tarix belə görünəcək ekranda, bu formada. Və yaxud hər hansı bir animasiya faylını oraya yerləşdirə bilərsiniz. Misal üçün, yağış yağma videosunu oraya yerləşdirə bilərsiniz. Qar yağma videosunu oraya yerləşdirə bilərsiniz. Burada baxın, hava məlumatının başqa bir versiyası da var. Həftəlik formada olan bir neçə də mövzusu var bu şəkildə. Daha sonra burada saatlıq hava məlumatı əlavə. Və gördüyünüz bu qədər platformaların hər birindən bura məlumat yerləşdirə bilərsiniz. İndi isə keçək playlisti mən sizə göstərim. Baxın, playlist nə idi? Burada bir neçə formatda, baxın, birinci seçirik. Bu premium yazılanlar aydın məsələdir, premium üçündür. Klassiki seçirəm. Playlist yazıram. İstənilən bir ad verə bilərsiniz. Burada iki bölmə var. Və appsdan da bir dənə hava seçmişik. Gəlirik bura. Gördüyünüz bu şəkil idi. Bunu birinci seçirəm, əlavə elədim. Ardınca gəlsin video və nə əlavə eləmişiksə onları cəmləyirəm. Bu şəkildə. Üçü arda getsin və bu isə onun vaxtıdır. Hansı müddət ərzində qalsın odur. Burada yaddaşa verdim. Playlist və playlisti indi ekrana verəcəm. Bunu seçdikdən sonra bura diqqət edin. Bu bölməyə keçib, Go to Screen bölməsinə keçib, son dəfə təsdiqləməyiniz lazımdır. Buradan keçirik, baxın, bu bölmə gəldi. Save and Push, bunu seçməliyik. Biraz gözləmək lazımdır. Əgər monitorda dəyişiklik görməsəz, biraz əvvəl mən etdiyim kimi Actions bölməsinə gəlib Reload Player eləsəz, yenilənəcək. Baxın, yeniləndi. Şəkili göstərdi, ardınca video. Və sonda da hava məlumatı. Seçdiyimiz playlistdəki kimi istənilən formatda playlistlər yarada bilərsiniz. İçərisində Word sənədləri ola bilər, təqdimat sənədləri ola bilər, yəni PowerPoint sənədləri, Excel sənədləri, video, şəkil, musiqi, hər bir formatda dəstəklənən və gördüyünüz bu tətbiqlər bölməsində yaddan çıxarmayın. Burada da çox faydalı bölmələr var, hər birini seçib. Burada baxın, xəbər məlumatı, analog saat mövzusu var. Burada bu şəkildə saat seçə bilərsiniz. Xəbər saytları var. Burada BBC var, Al Jazeera. Hər birinin xəbərlərlə əgər daimi xəbərlər görmək istəyirsinizsə, bu şəkildə stolunuzda və yaxud hər hansı bir məqsədlə onları seçib əlavə edə bilərsiniz. Ən əsası pulsuzdur. Bir ekran əlavə eləyirsinizsə, əgər ikinci ekran əlavə eləyəcəksinizsə, burada baxaq qiymətlərini sizə göstərim. Baxın, ikinci ekranı əlavə eləmək istədim və bildiriş gəldi ki, siz upgrade eləməlisiniz, ödəniş eləməlisiniz. Qiymətlərə baxsaq, ildə $100 tələb edirlər. İkinci
ekrana əlavə eləmək istəyirsinizsə, ancaq məncə bir ekranla, indi biz telefonda elədik, bir ekranla, bir Smart TV ilə istənilən ölçüdə, ölçünün fərqi yoxdur, istənilən ölçüdə bir monitor bağlayıb bu formada istifadə edə bilərsiniz. Video sizin üçün faydalı oldusa, mütləq kanalımıza abunə olun, bildirişləri də açın ki, videolarımız yükləndikcə vaxtında xəbəriniz olsun.